Növbəti imtahana düşə biləcək cinsiyyətdən olan hissəmiz isə hansı ki bu gördüyünüz şəkildir. Buradan 2023-dən bu yana hər imtahanda düşən və ondan əvvəlki illərdə qəbullarda gördüyümüz suallardır. Burada aybaşı disiplinin fazaları verilibdir. Biz aybaşı disiplini 3 fazaya bölürük. Hansı ki aybaşı fazası, aybaşından sonraki faza, bir də sarı cisim fazası verilir. Bu fazalarda nələr var? Mən deyim, siz qeyd eləyin, videoyu saxlayaraq. Birinci fazada əsasən uşaqlığın divarı minimum qalınlıqda olur. Minimum qalınlıq deməli ay başında olduğu fazadadır. Ən az olduğu bu hissədir. Daha sonra ikinci faza, burada uşaqlığın divarının bərpa olunmağa artıq başlayır. Ay başından sonraki fazada və yumurta hüceyrə başlayır yetişməyə. Hüceyrənin belə deyək də, yumurta hüceyrənin yetişməsinə 14 gün vaxt tələb olunur. Aybaşı fazası 4-5 gün çəkir. Növbəti üçüncü fazamız isə sarı cisim fazasıdır. Burada da fikir versəz uşaqlığın divarı ən maksimallı qalınlıqda olur. Yumurta hüceyrə bu hissədə tam yetişmiş olur. Ay başından sonraki fazada yetişməyə başlayır 14 gün müddətində. Sarı cisim fazasında artıq yumurta tam yetişmiş olur. Mayalanma sarı cisim fazasında gedir. Sonra mayalanma burada gedir dedik. Yəni bu fazada müddətində olur. Rüşeyimin əmələ gəlməsi də sarı cisim fazasında gedir. Bunları bilirik. Çox hüceyrəli rüşeyimin əmələ gəlməsi də sarı cisim fazasında gedir.